Məşhur bloger Jake Moscado 2 ay ərzində yalnız qırmızı ət yeyərək fərqli eksperiment həyata keçirilib. Onun sözlərinə görə bu müddət ərzində orqanizmində maraqlı dəyişikliklər baş verib. Eksperimentin başlanğıcı çətin keçib. İlk həftə özünü o qədər pis hiss edib ki, qorxmağa başlayıb. 2 həftədən sonra isə bağırsaq problemləri yaranıb. Lakin bir ayın tamamında vəziyyəti kəskin şəkildə yaxşılaşıb. Jake özünü enerjili və güclü hiss etdiyini bildirib. 2 ayın sonunda bədən formasından razı qalıb. Lakin bu nəticəyə idman zalında müntəzəm məşqlərin də təsir etdiyini etiraf edib. Bununla belə mütəxəssislər belə ekstremal pəhrizlərin təhlükəli olduğunu bildirir. Dietoloq Rima Pillay qeyd edib ki, bu cür yanaşmalar əvəzinə balanslı və müxtəlif qidalanma daha sağlam seçimdir. O həmçinin əlavə edib ki, yalnız ətlə qidalanmanın fəsadları illər sonra ortaya çıxa bilər. Bu cür pəhriz xolesterinin artmasına, damarların tıxanmasına və ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.